Salam, hər vaxtınız xeyir olsun dəyərli izləyicilər, hörmətli müəllimlər. Artıq sertifikasiyaya çox az müddət qalıb və düşünürəm ki, bu sualların sizin üçün də əhəmiyyətli ola bilər. Suallarımıza keçid alırıq. Həmçinin mövzumuz Baharlı dövləti, Bayandırlı dövləti, Ərdəbil hakimliyi və eyni zamanda 15-ci əsr Azərbaycan sosial-iqtisadi mədəni həyatı barəsində olacaq. Suallarımıza keçid alaq. Birinci sualda qeyd edilir ki, Qaraqoyunlu dövlətinə aid olan memarlıq abidəsidir. Gülüstan türbəsi 13-14-cü əsrə aid olduğunu götürmədik. Həşt 1483-cü ildə Ağqoyunlu Yaqub Padşah tərəfindən inşa olunub. Bu da aid deyil. Təbrizdə Göy məscid. Deməli, doğru cavabımız C variantıdır. Göy məscid isə 1465-ci ildə Cahanşah tərəfindən inşa olunmuşdur. Deməli, sualın doğru cavabı C variantıdır. Digər bir sualda qeyd edilir ki, aşağıdakı cədvəldə hadisələrin hansının yerini dəyişsək, düzgün xronoloji ardıcıllıq alınar. Bunda biz hadisənin xronologiyasını bilməliyik ki, bunu doğru yaza bilək. Burada dedik ki, Qızıl Ordu xanının Ağqoyunlu dövlətindən cənub sərhədlərinin pozulmaması haqqında təminat alması. Bu 1475-ci ildə aid olan hadisədir. 75. Qoylisar döyüşündə Osmanlıların məğlub olması olur 1461-ci ildə. Qoylisar döyüşündə Osmanlıların məğlub edilməsi 1461. Rüstəm Mirzənin Sultan Əlini həbsdən azad etməsi olub 1492. Gödə Əhmədin hakimiyyətə gəlməsi olur 1492. Əlpəd Sadikinin imzalanması isə 1500-dür. Burada göründüyü kimi 2-1-dən əvvəl olmalıdır. Lakin burada xronologiyasında yanlış verdiyi üçün burada doğru cavabımız D variantıdır. Digər bir suala keçirik. Ağqoyunlu dövlətinə durğunluq dövründə Qərbi Avropada baş vermiş hadisəni müəyyən edin. İlk öncə durğunluq dövrünü bilmək lazımdır Ağqoyunlu dövləti. Durğunluq dövrü Yaqub Padşahın dövründədir. O da hakimiyyətdə olub 1478 və 1490-cı illəri əhatə edir. Deməli, bu tarixi yadda saxlamaq lazımdır. Fransanın şimal-şərqində kəndi üsyanı baş verməsi. Deyək ki, Jaklar üsyanı 1358-də olduğu üçün A variantı yanlışdır. İngilis donanmasının İspan donanmasını məğlub etməsi 1588-də baş verib. Bu da bu tarixə düşmür. Ağqızılgül müharibələrinin başa çatması 1455-1485-də bitib. Deməli, başa çatması olub 1485. Və baxıb görürük ki, bu tarixi ödəyir. Ona görə sualın doğru cavabı burada C variantı olacaqdır. Dördüncü suala baxırıq. Ağqoyunlu hökmdarı Yaqub Padşahla Rüstəm Mirzənin hakimiyyəti dövrünə aid olan oxşar cəhətdir. Mərkəzi hakimiyyətin zəifləməsi, buna qeyd eləmək olmaz. Hakimiyyət uğrunda mübarizədə Ərdəbil hakimlərindən istifadə edilməsi. Hakimiyyət uğrunda mübarizədə Ərdəbil hakimlərindən istifadə etməsi. Xeyr, bu Yaqub Padşahla oxşar cəhət sayıla bilməz. Digər Ağqoyunlu hökmdarlarına nisbətən çoxlu soyqal paylaması. Soyqal Rüstəm Mirzəyə aiddir. Ərdəbili zəbt edərək Səfəvi tərəfdarların məğlubiyyətə uğraması. Bəli, məsələn, biz Yaqub Padşahın 1488-ci ildə olan Şahdağ döyüşündən sonra bu hadisəni baş verib. Rüstəm Mirzədə də eyni zamanda 1494-cü ildə Şəməsi döyüşündən sonra eyni hadisəni görürük. Deməli, sualın doğru cavabı Y variantı olacaqdır. 5-ci suala baxırıq. Tamamlayın deyir. Şirvanşah 1-ci İbrahimin Azərbaycan torpaqlarına vahid halda birləşməsi 1406-dır. Və digər Qara Yusifin Əsəd yaxınlığında Sultan Əhmədi məğlub etməsi 1410-dur. Demək, Əsəd döyüşü. Qara Yusifin Kürdən şimaldakı olan ərazidə, yəni Şirvanşahlara tabi etməsi 1412-dir. Digər isə bundan əvvəl, yəni 1410-dan əvvəl olmalıdır. Təbriz əhalisinin Teymurlara qarşı üsyan qaldırması 1406-dır. 1406-dır. Deməli, 1406. Deməli, burada qeyd edək ki, Təbriz əhalisinin Teymurlara qarşı üsyan qaldırması, Qaraqoyun dövlətinin yaranması. Deməli, Şirvanşahlar 1-ci İbrahimin, Qara Yusifin Əsəd döyüşü. Qaraqoyunlu dövlətinin yaranması. B, yəni 2-də B ola bilməz. B 2-yə aid ola bilməz. Ona görə B-ni yığışdırırıq. Burada da B variantını yığışdırırıq. Çünki B 1400 Qaraqoyunlu dövlətinin yaranması bundan sonraki proses. Ümumiyyətlə, B-ni heç birinə aid etmirik. Digər cavabda
Teymurilərə qarşı Təbriz əhalisinin Teymurilərə qarşı üsyan qaldırması 1406-cı ildə baş verdiyi üçün bunu bir dəqiqə, yəni burada gözləyirik 1406. Alaşkert döyüşü 1421-ci ildə deməli Teymurilərin Azərbaycan hakimiyyətinə son qoyulması, Teymurilərin Azərbaycandakı hakimiyyətinə son qoyulması isə deməli bu baş verib 1408-ci ildə. Deməli 1406 2-də olmalıdır. Burada Teymurlar Azərbaycan hakimiyyətinə son qoyulması 2-də Y bəndi olmalıdır. 2-də Y olmalıdır. Çünki 1408-ə aid olan hadisədir. Digər bir cavaba baxsaq, burada qeyd edilir ki, 2-də Y olan 2 dənə variant da görürük. 5-də də deməli 5-də C. C. Şahrukun ölümündən sonra Cahanşahın müstəqil hadisəsi yeritməsi ola bilər. Məsələn, deyək ki, 1447-ci ilə aid olan hadisə ola bilər. 1412-ci ildən sonraki hadisələrdir burada. Yəni, ona görə də burada 2-də yeni yazdıq. 5-də C oldu. Şahrukun müstəqil siyasət yeritməsi. 6-da D. Yəni, D. Alaşkert döyüşü. Xeyr. C. D-dən əvvəl ola bilməz. Çünki Alaşkert döyüşü 1421-ci ildə baş verən hadisədir. Orada isə digər isə 1447-ci ildə baş verən hadisədir. Deməli, burada olmalıdır 2-də Y, 5-də C, C olmalıdır. Əvvəlcə, daha doğrusu 5-də D olmalıdır. Alaşkert döyüşü 1421 olduğu üçün daha əvvəldir. Bir də 6-da C. Yəni, bu hadisə baş verib 1447, digər isə 1421-ci ildə baş verdiyi üçün DC-dən daha əvvəl olmalıdır. Deməli, burada sualın doğru cavabı A variantında verilmişdir. 6-cı suala baxırıq. Ağqoyun hökmdarı Yaqub Padşah, Rüstəm Mirzənin Ağqoyun hökmdarları Yaqub Padşah və Rüstəm Mirzənin hücum edərək mülkləri müstədir etdiyi ərazi Ərdəbildir. Ərdəbildə 3 rəqəmi göstərmiş ərazidədir. Burada da C variantında görürsünüz. Digər sualda Qaraqoyun dövlətinin 15-ci əsrin 50-ci illəri tarixinə aiddir. Cahanşah tərəfindən idarə edilməyə başlandı. Xeyr, Cahanşah tərəfindən 1436-cı ildə idarə olunub. Bu yanlışdır. Şahrukun Azərbaycana hücumu. Şahrukun hücumu, yəni 20-ci illərdə olub, 15-ci 20-ci illəri. Paytaxtın ələ keçirilməsi, Teymurilərin paytaxtının ələ keçirilməsi. Bu ola bilər. 1458-də Heratı tutub. Ona görə sualın doğru cavabı C variantı olacaqdır 7-ci sualda. Və növbəti 8-ci suala baxsaq, deməli 8-ci sualda qeyd edilir ki, uyğunluğu müəyyən edin. Qara Yusif, Cahanşah, Uzun Həsən ordu qurucu sahəsində bir sıra tədbirlər görmələri. Ordu quruculuğunu hər biri tədbir görüb. Teymur Şahrux onunla bir neçə dəfə görüşsə də uğur qazana bilmədi. Bir neçə dəfə döyüşsə də uğur qazana bilmədi. Şahrux deməli Qara Yusiflə döyüşür, yəqin ki, Qara Yusiflə bağlı ola bilər. B bəndi 1-ə aid olar, B1-ə. Demək, A ortağa getdi. Azərbaycan ərazisində Əmir Teymur'a məğlub oldu. Azərbaycan ərazisində Əmir Teymur'a Bağdad döyüşündə məğlub olub. Qara Yusifdir bu, lakin Bağdad döyüşündə digərlərinə aid ola bilməz. Ona görə C olan variantlar yanlışdır. C hər hansı bir variantda görsək, biz onu yanlış götürəcəyik. Deməli, burada da bir neçə variantda C görürsünüz. Deməli, sualın doğru cavabı A variantında verilib. 1-də B olmalıdır, 2-də D olmalıdır. Yəni, burada Yaz və Kirmani ələ keçirilməsi. 3-də Y olmalıdır, Uzun Həsənə aid olan. Yəni, Osmanlı Beyşəhər yaxınlığında məğlub edilməsi düzdür. 4-də də A ortaqdır. Yəni, A variantı uyğun cavab olacaqdır. Yəni, bir cavab çıxmaqla artıq cavabı müəyyən edə bildik. Digər bir sualda, 9-cu sualda qeyd edilir ki, Şeyx Heydər və Şah İsmailə aiddir. Teymurilərlə müharibədə Həsən bəyə müttəfiq kimi yardım göstərdi. Teymurlarla Həsən bəyə müttəfiq kimi yardım göstərdi. Bu, Şeyx Heydərə aiddir. 1468-ci ildə olan döyüşdə. Sonra Şeyx İsmaillə Şirvanşahlar dövlətini asılı halda saldı. Asılı halda saldı. Bunlardan heç birinə aid deyil. Yəni, B olan variantlar hansını görsək, deməli, B-ni yanlış götürəcəyik. Yəni, bunlardan heç biri Şirvanşahlar dövlətini asılı halda salmayıb. Yanlışdır bu. Yəni, B-ni aradan götürsək, burada iki cavab alınır. Yəni, Y variantı və yaxud A, Y, C, D. Baxırıq,
Şirvan xəzinəsinin bir hissəsini ələ keçirdi. Deməli, bu Şah İsmailə aid olar. Şeyx İsmail hərbi qüvvə toplamaq üçün Şərqi Anadoluya getdi. Bunu da deməli Şeyx İsmailə aid olar. Deməli, CD oldu. 2-yə Ayı, Qazi, Sufi dəstələri hərbi qaydada təşkil edilməyə başladı. Ayı isə deməli birincisine aid olar. Deməli, sualın doğru cavabı D variantında verilib. 10-cu suala baxırıq. Cahanşahın xarici siyasəti üçün səciyyəvi deyil, Herat müqaviləsinin imzalanması. Bu aiddir, məsələn, Teymurlərlə. Çiy Asiyadakı Arqoyunlarla mübarizə aparması. Cahanşah Çiy Asiyada Arqoyunlarla mübarizə aparması. Oturaq qayıtı və tacirləri arxalaması. Teymurlər üzərində yürüşdə qalib gəlməsi var. Osmanlı ilə dostluq əlaqələri var. Deməli, oturaq əhaliyə və iri tacirləri arxalanması. Çiy Asiyada Arqoyunlarla mübarizə aparması. Muş döyüşü Çiy Asiyada olub da. Bunu götürə bilərik əslində. Burada doğru cavabımız C variantıdır. Oturaq əhaliyə və iri tacirləri arxalanması. Çünki Herat müqaviləsini imzalayıb. Muş döyüşü məsələn Çiy Asiyada baş verib də. Anadolu arasını götürmək olar. Sonra Teymurlər üzərindən yürüşdə qələbə qazanması ola bilər. Osmanlıların dostluq münasibətləri var. Doğrudur bu. Sonra növbəti 11-ci hadisə nəticə əlaqəsi pozulmuşdur. Yəni burada deyir ki, Baharlı dövlətin yaradılması Oğuzların Azərbaycanda siyasi hakimiyyətinin Baharlı dövlətin yaranması Oğuzların Azərbaycanda siyasi hakimiyyətin yenidən bərqərar olması. Bu ola bilər, doğrudur. Burada isə bizdə yanlış istəyir. Muş döyüşünün baş verməsi, Qaraqoyun dövlətinin süqut etməsi. Bəli, nəticəsi doğrudur. Yəni götürə bilərik. Sonra Sədrud döyüşün başlaması. Qaraqoyun dövlət Teymurlərin Azərbaycandakı hakimiyyətinə son qoyması. Qaraqoyun dövlət deyildi Sədrud döyüşündə. Ona görə də yanlışdır. Bizdən isə yanlışı doğru götürməliyik də. Biz burada deməli əlaqəsi səbəb nəticə əlaqəsi pozulmuşdur deyir. Sədrud döyüşünün baş verməsi Qaraqoyun dövləti Teymurlərin Azərbaycandakı hakimiyyətinə son qoyması. Doğrudur bu. Dövləti deyir burada. Muş döyüşünün baş verməsi, Qaraqoyun dövlətinin süqut etməsi. Bu doğru olduğu üçün biz yanlış götürəcəyik. Baharlı dövlətinin yaradılması, Oğuzların Azərbaycandakı siyasi hakimiyyətinin bərqərar olması. Deməli, bu da yanlış cavabdır. Deməli, burada doğru yanlışlar götürmək lazımdır. Teymur Şahruxun ölümü Cahanşahın müstəqil xarici siyasət yürütməsi. Bu doğrudur. Biz yanlış götürəcəyik. 1412-ci ildə Köy döyüş tarixində döyüş Şirvanşahların Qaraqoyunu dövlətinə tabe edilməsi. Bu da doğrudur. Bir də yenə diqqətlə baxsaq, Baharlı dövlətin yaranması Oğuzların Azərbaycanda siyasi hakimiyyətdə yenidən bərqərar olması doğrudur. Muş döyüşünün baş verməsi, Qaraqoyun dövlətinin süqut etməsi. Deməli, uyğun olduğunu götürmədik. Sədrud döyüşünün baş verməsi, Qaraqoyun dövləti Teymurlərin Azərbaycandakı hakimiyyətinə son qoyması, Teymur Şahruxun ölümü, Cahanşahın müstəqil xarici siyasət yürütməyə başlanması. Teymur Şahruxun ölümü, Cahanşahın müstəqil xarici siyasət yürütməsi. Bu doğrudur. Bizdə isə burada yanlış istəyir. Deməli, D-ni aradan götürməliyik, D-ni çıxmalıyıq. 1412-ci 200 ayında döyüş Şirvanşahların Qaraqoyun dövlətinə tabe edilməsi. Bu da doğrudur. Şirvanşahların Qaraqoyun dövlətinə tabe edilməsi. Yeni də çıxırıq, yeni də çıxmalıyıq, Y olmamalıdır. Muş döyüşünün baş verməsi, Qaraqoyun dövlətinin süqut etməsi. Bunun nəticəsidir ki, Qaraqoyun dövlətinin süqut etməsi. Eyni zamanda burada deyir ki, Baharlı dövlətinin yaranması Oğuzların Azərbaycanda siyasi hakimiyyətinin yenidən bərqərar olması. A doğrudur. Deməli, burada B, C olmalıdır. Baş verməsi Muş döyüşündən sonra, yəqin ki, ona görə də B ilə C variantını uyğun götürəcəyik. 12-ci sualda Qaraqoyun feodal hakimliyinə aid olan uyğunluq pozulmuşdur. Teymurların Azərbaycandakı hakimiyyətinə son qoyulması.
feodal hakimliyinə aid olan uyğunluq pozulmuşdur. Teymurilərin Azərbaycandakı hakimiyyətinə son qoyulması. Bu doğrudur. Burada pozulmuşdur deyir. Pozulmuş deyirsə, biz onu götürməliyik. Cəlalirlərlə Teymurilərə qarşı hərbi ittifaqın yaradılması. Feodal hakimlik Cəlalirlərlə Teymurilərə qarşı deməli, hərbi ittifaqın yaradılması olub. Məsələn, Bağdad döyüşü. Osmanlı dövləti ilə dostluq münasibətlərinin saxlanılması. Osmanlı dövləti ilə dostluq münasibətləri saxlanılıb, doğrudur. Şirvanşahlar dövləti ilə Teymurilərə qarşı birgə mübarizə aparılması. Şirvanşahlar dövləti ilə Teymurilərə qarşı birgə mübarizə aparılması. Cəlalirlər qohumu qadağalarının mövcud olması da var. Burada yanlış cavabımız D variantıdır. Çünki Teymurilərin Azərbaycanda hakimiyyətinə son qoyulması deyək ki, 1408 aiddir. Cəlalirlər Teymurilərə qarşı ittifaq Bağdad döyüşündə Osmanlı dövləti ilə dostluq münasibətinin saxlanması olub. Cəlalirlər də qohum qadağalarının mövcud olması aiddir. Məsələn, biz bunu Qara Məhəmməddə və Qara Məhəmməddə görə bilərik. Burada uyğun cavabımız D variantıdır. 12-ci sualda və növbəti 13-cü suala baxsaq, deməli 12-yə baxdıq, 13-cü suala baxırıq. Ağqoyun dövlətinə aid olan xronoloji ardıcılığı müəyyən edin. Uzun Həsənin Muş döyüşündə Qaraqoyunları məğlub etməsi. Muş döyüşündə Qaraqoyunları məğlubiyyətə uğratması 1467-dir. 1467. Sonra Beyşəhər döyüşündə Osmanlılarla dövlətçiliyinə söhbət gedir. Deməli, dövlətçiliyinə aid olsa, Muş döyüşü dövlətçiliyə aid götürülmür. Çünki 1467-ci ildə baş verib, onda Ağqoyun dövləti mövcud deyildi. Biri götürmürük. Beyşəhər döyüşündə Osmanlılara məğlub olmaları, bəli, məsələn 1472-ci ildə onda dövlət idi. Əbu Səidin məğlub olması 1468-dədir. 68-də. Bağratla sülh müqaviləsi bağlanması 1477-dir. Yəni bu Uzun Həsənin 1474-77-ci il Gürcistana hücumudur. 1477 götürürük. Deməli, sualın doğru cavabı olmalıdır. Burada 3, 2 və 4. 3, 2, 4. Burada da 3, 2, 4 də C variantında görə bilirsiniz. 14-cü sualda daha tez baş vermişdir. Əlpər sazişinin imzalanması 1500. Qoylisar döyüşünün baş verməsi 1461. Yaqub Padşahın hakimiyyətə gəlməsi 1478. Trabzon imperiyasının Osmanlılar tərəfindən işğalı 1461. Qaraqoyun dövlətinin varlığının son qoyulması 1468. Deməli, burada daha tez baş vermişdir deyir. Əhpər oldu 1500. Qoylisar 1461-dir. Trabzon imperiyasının Osmanlılar tərəfindən işğalı isə 1461-dir. Deməli, əvvəl Qoylisar döyüşünün, daha tez bundan əvvəl də Qoylisar döyüşünün baş verməsidir. B uyğun gəlir. Sonradan Trabzon işğalı 1461-də olsa da B daha əvvəl baş verən hadisədir. Növbəti 15-ci suala baxsaq, 15-ci sualda deyir ki, uyğunluğu müəyyən edin. Bağdad döyüşünü məğlub olan Qara Yusifin İstanbula gedərək İldırım Bəyazidə sığınması. Bağdad döyüşündə məğlub olan Qara Yusifin İstanbula gedərək burada deyir ki, İldırım Bəyazidə sığınması. 1394-də hələ paytaxt İstanbul olmuyor. Ona görə də A yanlışdır. Sonra Monqolların Azərbaycanın cənubunu tutduqdan sonra Aran və Şirvan ərazisinə hücum etmələri. Deməli, bu B uyğunluğu müəyyən edin. Monqollar cənubu tutduqdan sonra Aran və Şirvan ərazisinə hücum etdilər. B də uyğundur. Deməli, Çarxın qoşunları Qaraqoyun qoşunlarını məğlub edərək Qarabağa daxil oldu. Azərbaycan cənubu tutduqdan sonra Aran və Şirvan arasında da hücum etdilər. Şahrixun qoşunları Azərbaycan qoşunlarını məğlub edərək Qarabağa daxil oldu. Məziyyətlər Slavyanların yürüşünün qarşısını almaq üçün arasında məziyyətlərlə bağlı yoxdur. Yəni bu Kəsranilərdə var idi. Deməli, Araz çayının qarşısında bənlər tikmək. Birinci Məni Cöhrə aiddir. Şeyx Vəlisin Təbrizi tutulması, hakimiyyəti bütün Azərbaycan tutulması. Xeyr, bu
Deməli, Şeyx Üveys Təbrizi yox, deməli, Şirvanı tutmaqla Qaraqoyunlu qoşunlarının məğlubiyyəti burada Qarabağa daxil oldu. Monqolların Azərbaycan cənubunu tutduqdan sonra Aran və Şirvan ərazilərinə də hücum etdilər. Yəni burada Şahrun qoşunları Qaraqoyunlu qoşunlarının məğlubiyyəti uğradaraq Qarabağa daxil oldu. Burada B daha uyğun variantdır. B uyğundur. Yəni Şahruq Azərbaycanda möhkəmlənmir. Sonra növbəti sualda baxaq. Səfəvilər Ərdəbil hakimliyindən fərqli olaraq Qaraqoyunlular Şirvan hökmdarları ilə mübarizə aparırlar. Ərdəbil hakimləri də Şirvan hökmdarları ilə mübarizə aparıblar. Şirvan hökmdarları ilə Qaraqoyunlular Şirvan hökmdarları ilə mübarizə. Ərdəbil hakimliyi əslində mübarizə aparıb, bir yanlışdır. Teymurilərə qarşı mübarizə aparmışlar. Ərdəbil hakimliyi də Qaraqoyunlulara Teymurilərə qarşı mübarizə aparıblar. Deməli, Qaraqoyunlar Yəz və Kirmanı ələ keçirmişlər. C uyğundur. Ağqoyunlar adi. Qaraqoyunlar ilə müharibə aparmışlar. Səfəvlərin Ərdəbil hakimliyi Qaraqoyunlarla hər ikisi mübarizə aparıblar. Deməli, bu yanlışdır. İkinci Bəyaziddə dostluq münasibətləri saxlayıblar. Ərdəbil hakimliyindən fərqli olaraq Ağqoyunlar ikinci Bəyazidlə dostluq əlaqələri Osmanlıla yox, əslində Teymuriyə ilə yaxınlaşıb. Yanlışdır. Osmanlı dövlətinə qarşı Macarıstanla birgə çıxış etmək haqqında razılığa gəlmişlər. Uyğun, yəni bir də C olur. İkinci Bəyazidlə dostluq münasibətləri saxlamışlar. Bəli, ikinci Bəyazidlə əslində ola bilər, bəli. Bu Ağqoyunlar Ərdəbil hakimindən fərqli olaraq ikinci Bəyazidlə dostluq əlaqələri saxlayıb. Beni götürə bilərik. Deməli, bir də C-ni götürdük. 2-də B. Osmanlı dövlətinə qarşı Macarıstanla birgə çıxış etmək üçün razılıq əldə etmiş. Venesiya ilə də əslində. Deməli, bir də C olur. 2-də B. Uyğun cavabımız C variantında verilib. Digər sualda qeyd edilir ki, neçəsi 15-ci əsrin ikinci yarısına aid deyil. Soyqal torpaq mülkiyyəti mövcud olması birinci və ikinci yarısına da aiddir. Cahan Şahın erməni kilsə mərkəzi İrəvana köçürülməsi 1441-dədir. Bunu götürə bilərik. Təbrizə Göy məscidi 1465-də ikinci yarısına aiddir. Həşt 1483-cü ildə ikinci yarısına aiddir. Tamğa vergisinin ləğv edilməsinin cəhdini göstərməsi Uzun əsərin dövründədir. Bu da 15-ci əsrin ikinci yarısına aiddir. Deməli, burada aid olmayan bir variant var ki, o da A variantında verilib. Digər variantda bax, soyurqal torpaq mülkiyyəti mövcud olması hər iki dövrdə aiddir. Göy məscidi 1465-də ikinci yarısına aiddir. Təbrizdə 1483, tamğa vergisinin ləğv edilməsinə cəhdin göstərilməsi isə Uzun əsərin dövrünə aiddir, yəni ikinci yarısına aiddir. Burada deməli, aid olmayan isə bir variantdır. Sonra 18-ci sualda Ağqoyun və Qaraqoyun dövlətinin ali idarə etmə sisteminə aid əmir elmləri var, baş vəzirdir mövcuddur. Vəkil yox idi, vəkil Səfəvilərdə idi, 18-də Y variantıdır. 19-cu suala baxsaq, burada deyir ki, Ağqoyunlu Yaqub Padşah atası Həsən Padşahdan fərqli olaraq Sultan Yaqub atası Həsən Padşahdan fərqli olaraq Osmanlı dövləti ilə yaxın münasibətlər qurdu. Yaqub Padşah Həsən Padşahdan Osmanlı ilə yaxın münasibətlər qurmuşdu. Bəli, Bəyazidlə yaxınlaşmışdı. Sonra Ərdəbil hakimi məxsus olan mülklərə müsaade edilmişdi. Bəli, bu da düzdür. Məsələn, Şahdağ döyüşündən sonra Şirvanla dostluq əlaqələri ortaqdır. Ölkə ərazisinin çəkişmələrin qarşısını ala bilmədi. Yəni, bu da yanlışdır. Bəli, 1 ilə 2 B variantıdır. Osmanlıya dostluq, Ərdəbil hakimlərinə məxsus olan mülklərə müsaade etməsi. Bu Yaqub Padşaha aid olan xüsusiyyətlərdir. 20-ci sual, qələbə qazanaraq qarşı tərəfdən təzminat alan hökmdara aid olan bəndi müəyyən edin. Yəqin ki, bu Cahan Şahdan söhbət gedir. 1412-ci ildə Şirvanşah 1-ci İbrahim məğlub etmişdi. Bu uzun Qara Yusuf'a aiddir. 12 illik hakimiyyət dövlətin durğunluq dövrü kimi aiddir. Bu Yaqub Padşaha aid olan xüsusiyyətlərdir. Hərətə daxil olub Teymuri taxtadan oturmuşdur. Doğru cavabımız C variantı olacaq. Diqqətiniz üçün təşəkkür ederim.